Fizikadan hər gün 10 sual ilə davam edirik. Gəlin birinci sualımızdan başlayaq. Cismin sürət zaman qrafikinə əsasən onun 10 saniyə ərzində orta sürətini təyin edin. V-nin t-dən asılı qrafiki vermişdir. Qrafik əsasən cismin hərəkəti iki hissədən ibarətdir. Buna birinci hissə desək, bu da ikinci hissədir. Birinci hissə yəni sıfırdan t-yə, yəni 4 saniyəyə qədər, sıfırdan 4 saniyəyə qədər düz xətt, yəni sürət düz xəttlə artmışdır. Yəni bərabər yeniləşən hərəkət etmişdir. Amma bu 4 saniyədən, yəni burada 10 saniyəyə qədərsə sürət sabit qalmışdır. Yəni bərabər sürətlə hərəkət etmişdir. Deməli, gedilən yolu tapmaq üçün nə edəcəyik? Sürət zaman qrafikində gedilən yol qrafikin altında qalan fiqurun sahəsini verir. Burada da fiqurun sahəsi ümumi trapesiyanın sahəsi olmuş olacaqdır. İndi bura baxaq. S bərabərdir. Deməli, A üstə gəlinsin B bölünsün 2 vurulsun H olacaq. Alt oturacağımız birində yəni 10-dur. Digərində isə 10-dan 4-ü çıxanda 6 vermiş olur. Onda belə S-i tapsaq 6 üstə gəlinsin 10 bölünsün 2 vurulsun hündürlüyümüz isə 13 sm, 13 metr bölünsün saniyədir. 13-dür. Onda bu da buradan bərabərdir. Neçə verəcək? 16 bölünsün 2 vurulsun 13. Yəni 8 vurulsun 13-dən. Bu eləcə 104 metr. Bu bizim nəyimiz oldu? Yolu tapdıq. Və orta nəyə bərabərdir? Orta. Sürət ümumi yolun ümumi zamana olan nisbətidir. Onda buradan 104-ü də biz ümumi zamanımız nə qədərdir? Deməli, buradan buraya qədər, yəni 10-dur. Ümumi zamanımız da 10-dur. Bu da bizə neçə verəcək? 10,4. 10,4 metr bölünmüş saniyə. Cavabımız olacaq neçə? D variantı. İkinci sual deyir, O nöqtəsi ətrafında fırlanan diskin A və B nöqtələrinin bucaq sürətlərinin nisbətini tapın. Bəhs cisim və yaxud da disk, yəni bir nöqtə O nöqtəsi ətrafında fırlanır. O nöqtəsinin ətrafında fırlanır. Burada deməli qaydada nə deyirdik? Bütün nöqtələrində bucaq sürətləri eyni olmuş olur. Çünki disk bir tam dövrədə, yəni onun sürəti hər bir nöqtədə eyni vaxtda eyni bucaq qədər dönəcək. Yəni bu da, həm də bu da eyni qədər dönmüş olacaq. A və B nöqtələri eyni diskdə yerləşir. Eyni diskdə də biz demişdik ki, bucaq sürətləri bir-birinə bərabər olmuş olur. Bunu qaydadan demişdik. Disk fırlandıqda A nöqtəsi ola bilsin ki, böyük uzun radiusa malikdir. Bu isə R/2 radiusuna malikdir də. Məsələn, birincisi böyük çevrə cızacaq, amma ikincisi kiçik cızmış olacaqdır. Radiuslu bir çevrə cızacaqdır. Yəni 1 saniyədə amma döndüyü bucaq sürətləri, döndükləri omeqaları eyni olmuş olacaqdır. Onda biz omega A-nın omega B-yə olan nisbətini tapsaq, hər ikisi omeqadır. Onda omega bölünsün omega buradan 1 vermiş olacaqdır. Cavabımız olacaq Y variantı. Yəni bunu bir mənalı yadda saxlayın ki, bəhs cisimdir. Disk verilmiş də üzərində bucaq sürətləri eyni olmuş olur. Yəni nisbəti də 1 verəcəkdir. Yəni bu qədər sadə. Bu ikinci sualda sürtünmə əmsalı 0,2 olan yolda kütləsi 4 kiloqram olan cisim F qüvvəsinin təsiri ilə hərəkət edir. Hərəkətin sürət zaman qrafikinə əsasən F dartı qüvvəsi neçə Newton deməli olacaq. Şimdi sərbəst düşmə təcilimiz də 10 verilmişdir. Biz deməli V-nin t-dən asılı qrafikidir. Təcili necə tapırıq? A bərabərdir V çıxılsın V0 bölünsün T-dir. V-miz neçədir? Deməli 16-dır və 16-dır. Son. V0 bərabərisi neçədir? 8-dir. V0 bərabərdir 8-dir. Zamanımız da T də bərabərdir 2-dir. Yəni T də bərabərdir 2-dir. Onda yerinə yazsaq
16-dan çıxsaq 8 bölünsün 2-ni, o da bizə 4 metr bölünsün saniyənin kvadratını vermiş olacaq da. Sürtünmə qüvvəsini indi buradan tapmalıyıq. Əslində F də artıdır. Bu tərəfə sola doğrudursa sürtünmə səthlə yaranır. F sürtünmə qüvvəsidir burada. Sürtünmə qüvvəsini sorun bilirik də F sürtünmə mü mj-dir. Deməli, sürtünmə əmsalında bizə 0,2 vermişdir. Onda biz belə eləyəcəyik də. 0,2 vurulsun. Kütləsi necə verib bizə? 4 kiloqramdır. Sərbəstləşmə təcrübəmiz də 10-dur. Onda burada verəcək bizə 8 Newton. Sürtünmə oldu 8 Newton. Bizdən nəyi soruşur? Dartı qüvvəsi neçə Newton olacaqdır? Deməli, biz Newton ikinci qanunundan belə F əvəzləyici. Deməli, belə MA yaza bilərik. MA. Deməli, onda F əvəzləyici bərabərdir. F dartı çıxılsın F sürtünmə. F dartı çıxılsın F sürtünmədir. Onda belə yazsaq. F çıxılsın 8 bərabərdir nəyə? F əvəzləyicidə yəni. Belə yazaq da bu F dartıdır bu yazdığım F dartı. Bu 8 olanda F sürtünmədir. Yəni F dartıdan F sürtünməni çıxanda F əvəzləyici və F əvəzləyici MA-dır. Deməli, buradan MA-da nədir? Yəni 4 vur 4-dür də. Təcilimiz neçədir? 4 tapdıq. Deməli, kütləmiz neçədir? 4 kiloqramdır. Yəni 4 vurulsun 4 yazacağam burada. 4 vurulsun 4. İndi burada biz nəyi tapmalıyıq? Biz tapmalıyıq buradan F-i. F də bərabərdir 16-dan 8 çıxanda bizə verir neçə? 8. Üzr istəyirəm. Burada artıq nə olacaq? 24 Newton olacaq. Çünki bunlar toplanır da. Yəni F çıxılsın 8 bərabərdir buradan 16-dırsa F də bərabərdir buradan 24 Newtonu verəcək. Cavab olacaq 24 Newton. Sonra indi 4-cü suala baxaq. 2M kütləli yük tərpənməz blok vasitəsilə şəkildəki kimi tarazlıqdadır. M kütləsi neçə kiloqram olduğunu hesablayın. Burada yəni bucağın deməli bucağı bura qatmayacaq, belə yazacağıq da. Tərpənməz blok qüvvədə qazanc vermir. Bunu bilirik. İpin hər bir nöqtəsində gərilmələr eyni olacaqdır. Deməli, onda belə də yaza bilərik. T bərabərdir F. T bərabərdir F yaza bilərik bu halı. Yük tarazlıqda olduğu üçün ona təsir edən ağırlıq qüvvəsi ipdəki gərilmə qüvvəsinə ilə bərabər olacaq. Yəni F ağırlıq bərabərdir. Deməli, T yaza bilərik. Yəni, bu halları hətta P də yaza bilərik. Yəni, bunun fərqi yoxdur. Deməli, bizdən M bərabərdir 2M vermişdir. M bərabərdir 2M vermişdir. J də 10-dur. Bunu S verib. Deməli, belə eləyəcək də onda. Ağırlıqdan MJ-dən tapsaq, F bərabərdir MJ deyil, F bərabərdir MJ-dən onda belə yazacaq da 2M vurulsun J-dir, 2M vurulsun J-dir, M yerinə 2M daxı, bu da J-də olduğu kimidir. İndi belə elədim. Burada yəni belə yazsam, çünki mən F bərabərdir T dedim axı. Onu da demişəm, həm də onda belə yazacağam. Yəni 2M vurulsun 10, bu da bərabərdir deməli F-ə. Deməli, bu hal dedim. F də nədir? 400-dür. F də 400-dür. Onu da buradan belə yazacağam. 2M bərabərdir. Bunun bir sıfır ilə aparsam bunu 40. M də bərabərdir 20 kiloqram olmuş olacaqdır. Deməli, M kütləsi 20 kiloqram imiş. Neçə kiloqram olduğunu tapın. Belə, yəni 30 dərəcə bucağın qiyməti təsir eləmir də, yəni bu 30 dərəcə qiymətə təsir eləmir. Biz əsasən tarazlıq şərtini doğru şəkildə yazmalıyıq. Bax, buradan sol tərəfdən yazıram. T bərabərdir 2M vurulsun. J bu haldan yaza bilərik. Onda 200 bərabərdir dediyim kimi 2M vurulsun 10-dan. Onda 200 bərabərdir. Bu bizə verəcək 20M. Onda M də bərabərdir buradan 20 kiloqrama.
20 kiloqram verəcək. Sonra 5-ci sualımızda deməli deyir ki, çıxış elektron volt metalın üzərində 5,7 elektron volt enerjili fotonlar düşür. Bu da belə. İndi fotoeffekt hadisəsi baş verirmi? Deməli, biz əsasən nələri burada baxmalıyıq indi? Bizə şərtdə burada nələr vermişdir? Metalın görək çıxış işi neçə verib bizə? Metal üzərində deməli 2,5 volt çıxış işidir. Foton enerjisi 5,7 elektron voltdur. Planck sabiti də 6 vurulsun -34 joule vurulsun saniyədir. İşıq sürəti də bizə verib deməli 3 vurulsun 8 metr bölü saniyə. Elektron voltu indi biz joule çevirəcəyik, sonda tapacağıq. Başlayaq indi. Burada nə edəcəyik onda biz? Metalın çıxışı açılış bərabərdir. Açılış bərabərdir 2,5 elektron volt. Foton bizə verib 5,7 elektron volt. Planck sabiti də h veribdir. Fotoeffekt hadisəsi baş verirmi? Fotoeffekt hadisəsinin baş verməsi üçün fotonun enerjisi böyük bərabər olmalıdır açılışa. Böyük və yaxud da ona bərabər olmalıdır. Bu elektron deməli fotoeffekt hadisəsinin baş verdiyini göstərəcək. İndi baxaq, Y fotonumuz neçədir? 5,7-dir. Böyükdürmü? Görək, həqiqətən bu 2,5-dən həqiqətən də böyükdür. Deməli, cavab olaraq yazacaq, bəli. Fotoeffekt hadisəsi baş verir. Yəni foto effekt hadisəsi deməli baş verir. Cavabımız oldu bu fotoeffektin baş verməsi üçün Y foton açılışdan böyük olmalıdır. Sonra katoddan qopan elektronların maksimal kinetik enerjisi neçə elektron voltdur? Deməli, Einsteynin fotoeffekt tənliyinə əsasən biz bilirik ki, Y foton nəyə bərabərdir? Y foton bərabərdir. Çıxış işi üstə gəlinsin kinetik. Y kinetikə bərabərdir. Onda biz buradan kinetik enerjisini tapmaq üçün Y foton çıxılsın açılış yazacağıq. Deməli, biz burada hər şeyi bilirik. Y foton 5,7 elektron voltdur. Çıxılsın çıxış işimizdə bizə 2,5 elektron volt vermişdi. Onda bu da bizə bərabərdir. 3,2 elektron volt verəcək. Cavab oldu neçə? 3,2 elektron volt. Sonra son situasiya sualıdır. Deyir ki, fotoeffektin qırmızı sərhədinə uyğun düşən işığın dalğa uzunluğunu hesablayın. Fotoeffektin qırmızı rəngi lambda max-dır. Lambda max fotonun enerjisinin çıxış işinə görə olduğu haldır. Yəni açılış nəyə bərabərdir? Açılış bərabərdir HC bölünsün lambda max. Burada lambda max. Lambda max nədir burada? Lambda max. Lambda max qırmızı sərhəd üçün dalğa uzunluğudur. Qırmızı sərhəd üçün dalğa uzunluğu. Deməli, onda açılışımız neçədir bizim? Açılışımız da bizim 2,5 elektron volt idi. Elektron volt idi. İndi biz bunu joule çevirməliyik də. Onda 1 joulumuz nə qədər idi? Onda 2,5-i vuracağıq 1,6 vurulsun 10 üstü mənfi 19-a. Joule bu da deməli 2,5 1,6 4 vurulsun 10 üstü mənfi 19 joule verəcək. Bu oldu açılış. Da lambda max'ı tapaq. Lambda max. Buradan lambda max'ı tapsaq, buradan lambda max. Deməli, HC bölünsün açılışı verəcək bizə. Biz də bilirik də Planck sabitimiz də vermişdi orada 6 vurulsun 10 üstü mənfi 34 idi. C də işıq sürəti idi 3 vurulsun 10 üstü 8. Açılışı da tapdıq da 4 vurulsun 10 üstü mənfi 19. Onu da belə yazaq. 6, 3, pardon, 6 ilə 3 vuranda 18, 34 də 8, mənfi 24, 10 üstü mənfi 24, bölünsün 4 vurulsun 10 üstü mənfi 19, 18, 4, 4 onda 5 vurulsun, bu da 10 üstü mənfi 7 M, yəni belə yazacağıq. Cavabımız oldu 4 onda 5 vurulsun 10 üstü mənfi 7. Bu qədər.